Belə bir sual verilmişdir. Sualda deyilir ki, m-in hansı qiymətində 25 vur 4 üstü m ədədinin natural bölənlərinin sayı 45-ə bərabər olar. Biz burada 25 vur 4 üstü m ifadəsini 25-i 5-in kvadratı şəklində və 4-ü isə 2-nin kvadratı üstü m şəklində yaza bilərik. O zaman bu bizdə bərabər olar 5-in kvadratı vurulsun 2 üstü 2m-ə. Bizə natural bölənlərinin sayı şərtdə verilib. O zaman bu ifadənin natural bölənlərinin sayını tapaq və onu şərtdə verilən ifadəyə bərabər eləyək. Onda bunun natural bölənlərinin sayını tapmaq üçün 5-lərdən 2 dənədir. Üzərinə əlavə edirik 1-in də biz. Yəni 2 üstə gəl 1. Vururuq. 2-lərdən 2m saydadır. 1-in də əlavə edirik 2m plus 1-ə. Bu isə bizdə 45-ə bərabərdir. 2 plus 1 3. 45-i 3-ə bölsək 15 alarıq. Yəni 2m plus 1 bərabərdir 15. Buradan 2m'imizi 14 tapmış oluruq. O zaman isə m 7-yə bərabər olur. Bizdən də elə onu tapmaq tələb olunur. Yəni A variantı.